Bilirsiniz, Allah Teala bütün ibadetler ile insanların şəxsi ilə bərabər cəmiyyəti də ihya etməyi hədəfləmişdir. Namaz ibadəti ilə müsəlmanları məscidə cəm edib bir-birləri tanışmaları, bir-birlərinin dərdləri ilə dərdlənmələrini istəməkdədir. Oruç ibadəti də insanı ac buraxaraq əslində ac olan insanların halından anlamalarına səbəb olmaqdadır. Ancaq Allah Teala ac buraxdıraraq acların halını anlayıb o şəkildə davam etməmizi istəməməkdədir. Ramazan ayında zəkat ibadətini də fərz etmişdir. Bununla bərabər fitrə sədəqəsini də bizlərə vacib etmişdir ki, ac olan, halını anladığımız o insanların qarnını doydura biləcək, ehtiyaclarını qarşılaya biləcək o sədəqələri onlara çatdırmamızı bizdən istəməkdədir. Bu səbəblə imkanı olan, dinən zəngin olan hər bir müsəlman zəkat ibadətini yerinə yetirməsi lazımdır. Zəkatları sahibinə təslim etməsi lazımdır. Eyni zamanda fitrələrlə də yenə möhtacların, kasıbların bayrama sevinclə girmələrinə səbəb olmaları lazımdır. Saydığımız oruç ibadəti ilə, təravih namazları ilə, iftarlarla, sahurlarla və fitrə və sədəqələrlə Ramazan ayını dolu-dolu keçirib Allahın rəhmətindən və mərhəmətindən istifadə edə bilmək hər ağıllı bir müsəlmanın üzərinə düşən ən önəmli məsələdir, dəyərli qardaşlar.